Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə yeni çıxan Camal Kerimov və Könül Məmmədovanın müəllifi olduğu biologiya sınaq toplusundan demək, 3-cü sınağın sualları ilə tanış olacağıq. Başlayaq suallarımızdan. İlk sualdan görək nə deyir. İlk sual belədir. Kütləsi 5268 olan zülalın tərkibində cəmi 51 peptid rabitə vardır. Bu zülalın radikallarının kütlələrinin cəmini tapın. Sualı həll edək. Föld sənədi üzərində həll edəcəm sualı. Demək ki, zülalın əmələ gəlməsində biz demişdik ki, nə qədər peptid rabitə yaranırsa, yaranan su molekullarının da sayı peptid rabitələrin sayına bərabərdir. Bizə də 51 peptid rabitə vermişdir. Biz buradan belə həll edək. Birinci, suyun kütləsini tapaq. 51-i 18-ə vurmaqla suyun kütləsini taparaq, ayrılan suyun kütləsini və suyun kütləsini alırıq 918. Sonra, suyun kütləsini aldıq. Aldığımız suyun kütləsini yenidən 5268, hansı ki 5268 ədədi artıq zülalın tərkibində olan amin turşularının, sudan ayrılmış amin turşularının kütləsidir. Və 5268-i gəlirik, elə burada yazım, suyun üzərinə. Görək, zülal zənciri əmələ gəlməmişdən nə qədər imiş amin turşularının kütləsi. Yəni, həmin amin turşularının da sayı 52-dir. Hardan bildik 52-dir? Çünki 51 peptid rabitə varsa, burada da 52 amin turşusu var. Və 5268 ilə toplayanda buradan alırıq 6100, demək ki, 86. 6186. Bu, sərbəst halda olan amin turşularının kütlələridir. Və amin turşularının sərbəst halda kütləsi 6186-dır. Dedik ki, sayıları da 52-yə bərabərdir. 6182 ədədin 86 ədədini 52-yə bölməklə tapırıq belə bir təqribi hesablamadan 118,96 alırıq. Bu, bir amin turşusunun payına düşən təqribi kütlədir. Düzdür, biz adətən amin turşularının kütlələrinin sərbəst halda 128 götürürük. Amma heç də bu, bütün amin turşuları üçün 128 rəqəmi, belə deyim ki, standart bir rəqəm deyil. Bəziləri 128-dən azdır, məsələn, glisin kimi, bəziləri isə 128-dən daha böyük rəqəmlər ala bilərlər. Ona görə də burada demək, fərqli rəqəmlər olar. Sadəcə burada bizim tapdığımız bir ortalama rəqəmdir. Yəni 118-dən 196 bir amin turşusuna düşən təqribi kütlədir. Və biz bilirik ki, amin turşusu iki hissədən ibarətdir. Bir radikal olan hissə, bir də funksional qruplar olan hissə. Funksional qruplar olan hissəni çıxırıq. Və funksional qruplar olan hissəni çıxırıqsa, artıq yerdə qalan ədəd olacaq, radikal hissənin payına düşəcək. Yerdə qalan hissədə 44 %96-ya bərabərdir. Bu da yenə də 44-dən %96. Bir amin turşusunun radikalının kütləsidir. Radikalı biz hesablamalarda 54 götürürük çox vaxt, amma dediyim səbəblərdən burada da rəqəm fərqli ola bilər. 44-dən %96 və bu 44-dən %96 ədədini 52-yə vurmaqla amin turşusunun tərkibində olan radikalların ümumi kütləsi nə qədərdir? Bunu tapa bilərik. Bu da təqribən eləyir 2337,9. Yəni hesablamada, yəni 2337,9 yuvarlaqlaşdıranda elə C bəndindəki cavabı, yəni 2238 cavabın, üzr istəyirəm, B bəndində verilən 2238 cavabını alırıq B-dən. Bunu mən C-ni yanlışlıqla yazdım. C-ni pozun buradan, qarışdırmayaq. Demək, B bəndində verilən cavab uyğun cavabdır. Cavab B bəndində veriləndir. Keçək növbəti suala. Həşəratın qarıncıq boğumlarının sayı N, döş boğumlarının sayı isə M olarsa, stigmaların cəmi hansı ifadə ilə müəyyən oluna bilər? Biz bilirik ki, sonuncu qarıncıq və birinci döş boğumunda stigma yoxdur. O zaman stigmaların sayına görə, döş boğumlarının sayına görə hesablasaq belə tapa bilərik. Qarıncıq boğumlarının sayından birini çıxırıq
Yəni n-1 sayda qarancıq boğumunda stigma var. Eləcə də döş boğumlarında say m-dir. Onlardan da birinci döş boğumunu çıxırıq. M çıxma 1 sayda döş boğumunda stigma var. Hərəsində də 2 stigma var. Görək ümumi stigmaların sayı nə qədər eləyir? Ümumi stigmaların sayını belə tapa bilərik. Bu ikisini toplamaqla taparıq. Bu ikisini də toplayanda alırıq. Demək 2n çıxma 2 üzərinə gəlirik 2m çıxma 2. Bu da cavablarda demək buna uyğun olan n plus m çıxma 4. Yəni A bəndində verilən cavabdır. Üçüncü suala baxaq. Çox hüceyrəli bir canlının əmələ gətirdiyi qametlər aşağıdakı kimidir. Aşağıda qametlər verilib. Bu qametlərdən başqa fərqli bir qamet əmələ gətirməyən canlı haqqında hansı fikirlər doğru? Deməli, olan qalan, yəni mümkün ola bilən qameti budur. Çünki deyir ki, fərqli bir qamet əmələ gətirmir. Və burada belə bir şey də qeyd edilib ki, Krasingover baş verməmişdir. Aha. Görək ki, aşağıdakı fikirlərdən hansılar doğrudur? Baxaq. Deyir ki, 2n bərabərdir 4. 2n bərabərdir 4 o deməkdir ki, n-in qiyməti 2-dir. N-in qiyməti 2 olduğu halda N-in qiyməti 2 olduğu halda bu 4 tip qamet əmələ gətirə bilərdi. Amma biz burada demək 1, 2, 3, 4, 5, 6, 7, 8 8 tip qamet görürük. Deməli bu ifadə doğru deyil. Birincini çıxırıq. Sonra deyir ki, A və B genləri ilişiklidir. A və B genləri ilişiklidir. Baxaq. Bəli, bütün hallarda görürük ki, A və B genləri birgə şəkildə, yəni qametə keçib və ona görə belə çıxır ki, A və B genləri ilişikli genlərdir. Çünki Krasingoverdə baş verməyibsə, yəni bu ancaq ilişiklik nəticəsində bunlar bir qametə düşə bilərlər. Deməli, ikinci ifadə doğrudur. 3-ə baxaq. Bütün genlər fərqli xromosomlarda yerləşir. Yox, bu ola bilməz. Çünki indi dedik ki, A və B genləri ilişiklidir. Yəni onlar bir xromosom üzərində yerləşirlər. İlişikli şəkildə nəslə keçirlər. Deməli, bu ifadə də yanlışdır. 4-də baxaq. 4-də deyir ki, C və D genləri ilişiklidir. Böyük C və böyük D genləri ilişikli olsaydı, Krasingover baş vermədiyi halda, onda bəs bu qamet necə yaranmışdı burada? Böyük C və böyük D genləri. Demək ki, bunlar ilişikli deyirlər və onlar fərqli xromosomlarda yerləşirlər hər biri. Belə çıxır ki, burada 4-cü ifadədə yanlışdır. O zaman cavablar içərisində yalnız bizə uyğun olan cavab, demək, 2-nin olduğu E cavabıdır. Sonra 4-cü sualda aşağıda cədvəldə 4 canlının aid olduğu sistematik taksonlar verilmişdir. Sistematik taksonlar içərisində demək, növ, cins, fəsillər, dəstə, sinif, tip, aləm hamısı, yəni heyvanlara məxsus olan taksonlar qeyd olunur cədvəldə. Buna görə aşağıdakı canlıların hansılarının zülal müxtəlifliyi daha azdır? Zülal müxtəlifliyi daha azdır. Baxaq. İki canlı, burada canlılar qeyd olunur. Birinci, ikinci, üçüncü və dördüncü canlılar. Bunlar arasında zülal müxtəlifliyi azdır. O deməkdir ki, bunların oxşarlığı daha çox olsun. Baxaq görək hansı bir-birinə daha çox oxşayır. Xatırlayaq ki, hansılar ki, sistematik kateqoriyalar bir-birinə daha yaxında, onların oxşarlığı daha çox olacaq. Təbii ki, fərqli sistematik kateqoriyadan olanların oxşarlığı az olacaq. İndi gəlin buradan görək ki, hansı bizə daha çox uyğundur. Demək, birinci, ikinci, üçüncü, dördüncü canlıda hamısı da G aləminə daxildir. Bir aləmə daxildir. Demək, bunu çıxdıq. Bunu götürməyəcək. Yəni, aləmə görə müəyyən edə bilməyəcək. Keçdik ikinci tipə görə. Hamısında tip F-dir, amma bir dənə ikincidə fərqlidir. Artıq burada fərqlilik yarandı. Fərqlilik yarandı. Belə çıxır ki, ikinci artıq kənarlaşdırıldı. Biz birinci, üçüncü və dördüncü canlı arasında oxşarlığı tapmağa çalışacaq. Həmin canlıların birinci, üçüncü, dördüncü canlıların görürük ki, sinifləri də eynidir. Sonra baxaq, gəldi dəstəyə çatanda sadəcə birinci və dördüncü eyni dəstəyə daxildir. Və fəsliyə keçəndə artıq birinci və dördüncünün də fəslələri, eləcə də cinsləri, eləcə də növləri fərqlidir. Deməli, ancaq oxşarlıq dəstəyə qədər gəldi və birinci və dördüncü canlılar arasında oxşarlıq daha çox oldu, müxtəlifliyi daha az oldu. Demək ki, cavab burada C bəndidir. Sonra
5-ci sualda hansı bitki və bitkilərin endosperm hüceyrəsində bir ədəd Y cinsi xromosomuna rast gəlinir? Aha, bitkilərdən baxaq ki, bizə məlumdur ki, demək çiyələkdə dişi heterogametlik var idi. Çiyələk dişi heterogamet, lakin cinsiyyət xromosomları X idi, amma digərləri hansı ki kənaf, elodeya və maya sarmaşığı, yəni 1-ci, 3-cü, 4-cü cavablarda verilənlərdə bunlarda cinsiyyət xromosomları sadəcə XX idi. Çiyələkdə demək endosperm hüceyrəsi həm demək XX ola bilər, həm də YY ola bilər. Daha doğrusu mərkəzi hüceyrə həm XX ola bilər, həm YY ola bilər. Amma onun spermisi X xromosom yığınlıdır. Yəni X cinsiyyət xromosomunu daha doğrusu daşıyır. Ona görə də endosperm, yəni mərkəzi hüceyrənin maylanmasına əmələ gələn endosperm hüceyrəsində və endospermdə xromosom yığımı yəni 3X-a və yaxud da ki 2Y və 1X cinsiyyət xromosomuna malik ola bilər. Bizə isə deyir ki, bir ədəd Y cinsiyyət xromosomu olsun. Bir ədəd Y cinsiyyət xromosomu olması üçün biz demək kənaf, elodeya və maya sarmaşığını götürəcəyik. Belə ki, bu bitkilərdə mərkəzi hüceyrə sadəcə XX olacaq. Demək, sperm hüceyrəsi isə X də ola bilər, Y də ola bilər. Əgər X olsa bu şəkildə, Y olsa isə XXY şəklində mayalanmadan endosperm hüceyrəsi əmələ gələcək və endosperm inkişaf edəcək. Deməli, bir ədəd Y dediyinə görə elə biz də bu cavabı götürəcəyik. Yəni, kənaf, elodeya və maya sarmaşığının verildiyi A bəndi. Sonra baxaq 6-cı suala. Tetraploid bitkinin dişiciyi diploid bitkinin tozcuğu ilə tozlandırılmışdır. Demək, dişi bitki tetraploid 4 xromosom yığımına malikdir. Amma diploid bitki, yəni tozcuğu gətirən ata bitki isə 2 xromosom yığımına malikdir. Bu bitkidə 2 qat mayalanmadan sonra əmələ gələn hissələrdən hansının xromosom dəsti doğru göstərilmişdir. Tetraploid bitkinin 2 qat mayalanması, yəni onun rişeym hissəsində gedir. Mərkəzi hüceyrəsi 4-ün, yumurtacığın girəcəyindəki yumurta hüceyrəsi 2 xromosom yığımına malik olacaq. Diploid bitkinin tozcuğu isə N xromosom yığımına malik olacaq. Və bu mayalanacaq. Mayalanmadan 3 xromosom yığımlı sperm yaranacaq. Eləcə də 5 xromosom yığımlı endosperm hüceyrəsi yaranacaq. Görək nə deyir? Doğru olanı soruşur bizdən. Endosperm hüceyrəsi 5-dir. Bəli, doğrudur bu. İkincisi də deyir ki, meyvə qabığı 3N-dir. Meyvə qabığı niyə 3N olsun ki? Meyvə qabığı 3N olması üçün demək rişeymdən inkişaf etməlidir. Amma biz bilirik ki, meyvənin qabığı rişeymdən inkişaf etmir. Ana bitkinin xüsusiyyətini daşıyır. Ona görə də meyvənin qabığı 4N olacaq. Yəni ikinci yanlışdır. Üçdə deyir ki, toxum qabığı 4N-dir. Toxumun qabığı 4N-dir. Bəli, toxum qabığı ana bitkinin xüsusiyyətini daşıyır. 4N olacaq. Doğrudur. 4-də deyir ki, rişeym 3N-dir. Bəli, rişeym 3N-dir. Qeyd etdik. Doğrudur. 5-də deyir ki, meyvənin lətli hissəsi 4N-dir. Bəli, bu da doğrudur. Çünki ana bitkinin xüsusiyyətini daşıyır. Deməli, burada bir dənə ikinci yanlış oldu. Qalanlar düz oldu. Cavab A bəndi olacaq. Tədqiqatçı ağacın oduncağında diametri 10 cm olan A, diametri 8 cm olan B və diametri 14 cm olan C illik halqalarını müəyyən etdi. Bununla bağlı verilmiş fikirlərdən hansı doğrudur? Baxaq, görək, fikirlər çəkək, görək hansı fikir bizə uyğun olacaqdır. Demək, bu şərti olaraq özək hissə göstərsək, digərlərdə illik halqalarına baxaq. Demək, diametri 8 cm olan bir halqası, 10 cm olan A və növbəti demək, C halqası. 14 cm olan. Demək, burada deyir ki, C halqası ən cavan illik halqadır. C halqası ən cavan illik halqa, demək, bir dəqiqə, oduncaq tərəfdə olan C halqası. Bəli, demək, oduncaq tərəfdə olan illik halqa, bəli, burada ən cavan halqa olacaq. Çünki yaşlandıqca, demək, belə deyəcəm ki, onlar mərkəzə doğru gedəcəklər, amma oduncaq tərəfdə demək, olan halqalar cavan olacaqlar. Demək, burada C halqası diametri ən böyük olandır. Bəli, elə
Burada A bəndi bizə uyğun cavabdır. Amma digərləri B halqası kombiyə daha yaxındır, yanlışdır. A halqası özəyə daha yaxındır, yanlışdır. Daha yaxın olan B'dir. C halqası A halqasından əvvəl yaranmışdır. Xeyr, əvvəl yaranmayıb, sonra yaranıb. B'də deyək ki, A halqası B halqasından əvvəl yaranmışdır. Bu da yanlışdır. Sonra keçək növbəti suala. Doğru ifadələri seçin. 8-də deyir ki, insanın gövdə skeleti yastı sümüklərlə birləşmə əmələ gətirir. Gövdə skeleti yastı sümüklərlə birləşmə əmələ gətirir. Aha, baxaq. Xatırlayaq ki, bizim oma sümüyümüz demək çanaq sümüyü ilə birləşmə əmələ gətirildi. Çanaq sümüyü yastı sümükdür. Sonra birinci boyun fəqərəsi ənsə sümüyü ilə birləşmə əmələ gətirildi. Yastı sümükdür. Bu ifadə demək doğrudur. 2-yə baxaq, oynağın əmələ gəlməsində iştirak edir. Demək, oynağın əmələ gəlməsində demək birinci boyun fəqərəsi ilə ənsə oynaqlar vasitəsilə birləşə bilir. Başın belə aşağı, yuxarı o təsdiq etdiyimiz zaman başın hərəkətini təmin edə bilir. Yəni oynaqlar var orada. Ona görə burada demək ikinci doğru olacaq. 3-də deyir ki, quruluş 3 növ sümükdən təşkil olunmuşdur. Quruluş 3 növ sümükdən təşkil olunmuşdur. Demək, gövdədə var, məsələn, döş sümüyü yastı sümükdür. Qarışıq sümük var, məsələn, fəqərələr. Amma, məsələn, burada uzun boylu, qısa boylu sümüklər yoxdur, ona görə bu yanlışdır. 4-də deyir ki, hərəkətsiz birləşmə əmələ gətirə bilər. Demək, hərəkətsiz birləşmə əmələ gətirə bilər. Bəli, məsələn, körpücük sümüklərin döş sümüyünə birləşməsi hərəkətsiz birləşmədir. Doğrudur. Qarışıq sümüklə birləşmə əmələ gətirə bilər. Bəli, körpücük sümüklə indi dediyimiz qarışıq sümükdür. Bu da doğrudur. Demək, burada 3-dən başqa hamısında doğru, yəni hamısı doğru oldu. O zaman 8-də cavab A bəndi olacaq. Keçək növbəti. 9-cu sualda nə deyir görək. Qaraciğer sorusunun hansı orqanoidi kirpikli sürfə mərhələsində aktiv olduğu halda yetkin fərd mərhələsində fəal olmur? Burada söhbət mitoxondriden gedir. Ona görə ki, mitoxondri oksigenli tənəffüs həyata keçirən orqanoiddir. Qaraciğer sorusunun kirpikli sürfəsi aerob mühitdə, yetkin fərd isə anaerob mühitdə yaşayır. Yəni orada aktiv olmayacaq yetkin fərddə mitoxondri, çünki anaerob tənəffüsdə, yəni mitoxondriyə onun ehtiyacı olmayacaq. Anaerob tənəffüs sitoplazmada həyata keçirilir. Sonra 10-cu suala baxaq. Daxili qulaqda sümüklü labirintin daxilində mayı hansı terminlə ifadə olunur? Sümüklü labirintin daxilində olan mayı perlimfa mayesidir. Sonra orada həmçinin zarlı labirint var idi. Zarlı labirintin içərisində isə endolimfa var idi. Amma bizə sümüklü labirint dediyinə görə perlimfa doğrudur. Digərləri doğru deyil. Burada hemolimfa da verilib, amma hemolimfa həşəratların qanı idi. Demək, şəkli əsasən X, Y, Z və K ilə hansı ayaq tipləri verilmişdir? Demək, birdə bu tullandırıcı ayaqdır. Məsələn, düz qanadların nümayəndələrində olan tullandırıcı ayaqdır. Demək, C və D bəndləri getdi. Sonra, ikinci, yüyürücü ayaq tipidir. Yüyürücü ayaq tipi üzücü olduğuna görə E bəndi də çıxdı. Sonra, Z-də bu üzücü ayaq tipidir və K-da da verilən qazıcı, məsələn, dana dişlərin ayağı kimi ayaq tipidir. Ona görə burada elə A bəndi uyğun cavabdır. B isə uyğun deyil yenə. 12-ci sualda. Şəkildə müxtəlif canlıların ürəyinin quruluşu verilmişdir. Buna əsasən hansıları söyləmək olmaz. A canlısının aid olduğu sinifin nümayəndəsinə ilk dəfə borlu sümük əmələ gəlmişdir. Burada görürük ki, mədəcikdə qismən, yəni yarımçıq da olsa ara kəsmə var. Deməli, bu sürünənlərin nümayəndələridir. Yəni timsahdan başqa digər nümayəndələr. Çünki timsahda tam ara kəsmə var idi. İlk dəfə borlu sümük isə suda göldə yaşayanlarda yaranmışdı. Ona görə bu cavab uyğun deyil. Söyləmək olmaz dediyinə görə biri götürəcəyik biz. Sonra B canlısı xordalların ən cavan sinfinə aiddir. B canlısı. B-də necədir? Deməli, sol mədəcikdən sağ artı qövsü çıxır. Bəli, ən cavan sinif olan quşlar sinfinə aiddir. Doğrudur. Amma bunu götürməyəcəyik. Biri götürəcəyik, ikini götürməyəcəyik. 3-də deyir ki, C canlısı sürünənlər sinfinə aid ola bilər.
C canlısı sürünənlər sinfinə aid ola bilər? Xeyr, bu məməlilərin ürəyidir. A canlısı diri bala doğan canlı ola bilər. A canlısında bəli, məsələn üçün sürünənlərdə gürzələr diri bala doğurlar. Deməli bunu götürməyəcəyik. 5-də B canlısında pulcuq ola bilər. Bəli. Quşlarda məsələn pəncərələrində lüləsində pulcuqlar var, pulcuqlara malikdir. Ona görə də bu götürməyəcəyik bunu. 6-da deyir ki, C canlısı kloakaya malik ola bilər. Məməlilərin bəli kloakaya malik olan nümayəndələr var, iç nümayəndələr, iç məməlilər. Ona görə onu da götürməyəcəyik. Sadəcə bir ilə götürdük. Burada da cavab edəcək C bəndə. Sonra 13-cü sualdır. Yəni 12-yə baxdıq biz, 13-ə baxırıq. Kərtənkələ yumurtalığın yetişmə zonasına cəmi 12 hüceyrədə qütblərə bir xromatidli xromosomlar çəkilmişdir. Aha, demək istəyir ki, yəni bir xromatidli xromosomlar ikinci meyozda çəkilir. Yəni 12 hüceyrədə ikinci meyoz baş vermişdir. O zaman bəs birinci meyoz neçə hüceyrədə baş verib? 6 hüceyrədə. 6 hüceyrə. Deməli 6 hüceyrə yumurtalığın yetişmə zonasına daxil olmuşdur. Sonra davam edək. Sonda əmələ gələn X cinsi xromosomlu qametlərdə Y cinsi xromosomlu qametlərin sayı bir-birinə bərabər olarsa, alınan yumurta hüceyrələrin neçəsində dişi fərd əmələ gəlir. Və bu zaman neçə hüceyrədə qütblərə yalnız Y cinsi xromosomlar çəkilir. Demək 6 hüceyrə yetişmə zonasına daxil olmuşdur. Bunlardan cinsiyyət xromosomları həm X, həm də Y-dir. Yaranan hüceyrələrdən isə yarısı X, yarısı isə Y cinsi xromosomlarını daşıyacaq. Və bu 12 hüceyrədən də, demək, belə yazaq da, əvvəlcə bir böyük, bir kiçik hüceyrə yaranırdı. Sonra bunun özündən də bir böyük, bir kiçik hüceyrə, bunlardan isə kiçik hüceyrələr yaranırdı. Demək, burada 6 hüceyrədən sonda 6 qamet yaranacaq. Qametlərin də yarısı X, yarısı da Y cinsi xromosomunu daşıyacaq. Çünki özü deyir ki, bir-birlərinə bərabərdir. Demək, belə çıxır ki, burada da deməli elə yönəlici cisimciklərin də xromosom yığımlarına görə sayıları bir-birlərinə bərabərdir. Demək, deyir ki, alınan yumurtaların hüceyrələrin neçəsindən dişi fərd əmələ gələr? Aha. Bu zaman neçə hüceyrədə qütblərə yalnız Y cinsi xromosomlar çəkilir. Baxaq. Demək, burada hüceyrələr, qametlər, yarısı 3X, yarısı da 3Y. Həm X, həm də Y xromosomlarından demək, dişilər əmələ gələ bilər. Erkəkləri isə sadəcə X-dən əmələ gələ bilərlər. Yəni, burada demək, alınan yumurta hüceyrənin neçəsindən dişi fərd əmələ gəlir. Yəni, yalnız deməli, dişi fərdlər 3Y-dən əmələ gələ bilərlər. Çünki 3X-dan dediyimiz kimi həm də erkəklər əmələ gələ bilərlər. Ona görə burada 3-ü götürürəm. Və bu zaman neçə hüceyrədə qütblərə yalnız Y cinsi xromosomlar çəkilir? Qütblərə yalnız Y cinsi xromosomlar demək, 12 dənə Y olduğuna görə, yəni 6 hüceyrədə bölünüb sonda 24 hüceyrə yaradıldı. Bunda 12-si Y-dir, 12-si isə X-dir. Bu 12 Y-i yaradan hüceyrələrdir. Yəni 12 Y neçə hüceyrədən yaranıb? 6 hüceyrədən yaranıb da, həmin 6 hüceyrədə qütblərə yalnız Y cinsi xromosomlar çəkiləcək. Ona görə də burada cavab 3, 6, yəni C bəndində verilmiş cavabdır. Sonra növbəti 14-cü suala baxaq. Verilmiş şəklə əsasən doğru bəndi seçin. Demək, birincidə deyir ki, K hissəsində əmələ gələn hüceyrələr N-ə bölünərək Z hissəsinin hüceyrələrini əmələ gətirir. K hissəsi hansı hissəsi? K hissədə əmələ gələn hüceyrələr, bunlar yəni bölünmə zonasının törəci toxuma hüceyrələridir. Törəci toxuma hüceyrələri bölünərək həm deməli kök üsküyünün, həm də deməli böyümə zonasının hüceyrələrini əmələ gətirir. Bəli, burada bölünmə N-ə bölünmədir. Yəni hüceyrələrin o N-ə hüceyrə divarları əmələ gəlir. Ona görə bu doğrudur.
doğru bəndi seçməyimizi istəyir. Bəli, bu doğrudur. Birincini götürəcəyik. Sonra deyir ki, 2-də K zonasında tam formalaşmış ötürücü bodlar olur. Xeyr, tam formalaşmış ötürücü bodlar K-da olmur. Bu yanlışdır, götürməyəcəyik. 3-də deyir ki, Y zonasında olan əmci tellər örtük toxumasına aiddir. Əmci tellər, bəli, qabıq ceyirlərinin cavan çıxıntılarıdır. Yəni, orada ixtisaslaşmış, belə desəm ki, ceyirə çıxıntılarıdır. Bəli, örtük toxumasına aiddir. 3-ü götürəcəyik. Sonra 4-də deyir ki, X zonası hesabına Y zonası vasitəsilə sorulmuş üzüm maddələr gövdəyə ötürülür. Bu da doğrudur. Götürəcəyik bunu da. 5-də isə deyir ki, F hüceyrələri, yəni kök üstün hüceyrələri qalın qılaflı olub, kökün ucunu zədələnməkdən qoruyur. Kökün ucunu zədələnməkdən qoruyur, amma qalın qılaflı yox, nazik qılaflı olur. Ona görə də cavab burada 1, 3, 4 olacaq. Sadəcə 1, 3, 4 cavablarda yoxdur ümumiyyətlə. Ola bilsin ki, mənim yanaşmamda testdə nəsə yanlışlığı var. Çünki mənim aldığım 1, 3 və 4 cavabı burada verilməmişdir. Bilmirəm, indi bu testdə nəysə mənim yanlışım var, yoxsa necəsə. Siz də izləyərkən bir fikriniz olsa mənə bildirəsiniz. Sonra keçək növbəti, deməli 14, 15-ciyə. 15-də deyir ki, hansı geoloji era və eralarda onurğalı heyvanlar mövcud olmayıb? Onurğalı heyvanlar nə zaman yaranıb? Paleozoyun Ordovik dövründə. Paleozoy erasının Ordovik dövründə. Təbii ki, belə çıxır ki, paleozoyda yaransa mezozoyda və kaynozoyda da olacaq, amma arxey və proterozoyda ola bilməz. Yəni, arxey proterozoy D bəndində verilmişdir. Sonra baxaq növbəti suala, 16-cı suala. 16-cı sualda burada xanı balığının skeletinə aid olan hissələrlə verilmişdir. Deyir ki, A, B və C-nin cəmini tapın. Ümumi sümüklərin sayı A bərabərdir. Deməli, A neçədir burada? Burada 4 dənə sümük var. Fəqərələrin cisim və qabırğaları. Deməli, 4-ü də sümüyə əmələ gətirirlər. A-nın qiyməti 4-ə bərabərdir. Ümumi qövslərin sayı, demək, ümumi qövslərin sayı 1, 2, 3, 4, 5, 6. 6 dənə qövs var burada. B-nin qiyməti 6-ya bərabərdir. Qabırğalar isə 2 dənə qabırğa var. C-nin də sayı 2-yə bərabərdir. Demək, 4, 6, 2, 12. 12, deməli, 16-da A bəndindədir. 17-ci sualda. Qoyunlarda tükün qıvrım forması hamar forma üzərində natamam dominantlıq edir. Heterozigot vəziyyətdə dalğalı tükə malik qoyunlar əmələ gəlir. Bu qoyun populyasiyasında 800 fərdin 128-i hamar tüklü olarsa, dalğalı tükə malik qoyunların sayının cəmini tapın. Demək, tükün qıvrım rəngi dominantlıq edirsə, onu böyük hərfinə işarə edək. Hamar deməli, hamar isə resessivdir. Lakin heterozigot formada natamam dominantlıq şəraitində dalğalı demək, tüklər meydana çıxır. Bu qoyun populyasiyasında 800 fərdin 128-i hamar tüklü olarsa, yəni resessiv əlamətə malik olarsa, dalğalı tükə malik olan qoyunların sayının cəmini tapın. Baxaq. Demək, resessiv formalar, hamar tüklü formalar 128 ədəddir. Görək bunlar neçə faiz təşkil edir burada. Burada böləndə alırıq 0,16. Yəni 0,16 AA. Yəni hamar formada. Bu zaman A-nın burada qiymətini tapsam 0,4 tapa bilərəm. Hardy-Weinberg qanunu ilə də burada taparam. A-nın qiyməti 0,4-ə bərabərdir və qanuna görə dominant və resessiv əlamətlər, yəni A plus kiçik A bərabərdir 1-ə. O zaman əgər kiçik A-nın qiyməti 0,4-dürsə, böyük A-nın da qiyməti 0,6-dır. Yəni, mən burada bunu kvadrat tənlik şəklində yazmaq istəsəm, belə yaza bilərəm. Demək, burada alırıq ki, 2 bu dalğalı formalı fərqlər 2 böyük A, kiçik A, yəni bu şəkildə yazılır genotipi. Tapmaq üçün də 2-ni vururam. Demək, A-nın qiyməti, böyük A-nın qiyməti 0,6 idi, kiçik A-nın da qiyməti 0,4 idi. Buradan da tapıram 0,48. Aha, 0,48. Yəni 800 fərdin 48%-i dalğalı tükə malikdir. 800 fərdin də 48%-in tapmaq üçün 800-ü deməli elə 0,48-ə vurmaqla tapa bilərəm. Bu da alınır. Demək 320, o da 48, 360
Yox, üzr istəyirəm. 320 və 64, 384. Yəni C bəndində verilmiş 384 cavab. Aşağıdakı şəkildə nefronun quruluş və strukturları rəqəmlərlə verilmişdir. Hansı rəqəmlə verilən hissələrdə geriyə sorulma prosesi ola bilər? Geriyə sorulma reabsorpsiya kanalcıqlarda və yenilikdə gedirdi. O zaman 2, 3 və 5 hissələrini götürəcək. Yəni cavab E bəndi olacaq. 19-cu sualda aşağıda xromosomların təsvir olunan iki canlının çarpazlaşması zamanında aşağıdakı fenotiplər alınmışdır. Aha, demək bu çarpazlaşma formalarıdır, valideynlərdir. Bunların çarpazlaşmasından da belə fenotiplər ortaya çıxmışdır. Baxaq. Demək, buna görə fenotipi verilən fərdlərdən hansılarını əmələ gətirən qametlərdən ən az birinin əmələ gəlməsi zamanı Krasenkoverin baş verdiyini mütləq şəkildə söyləmək olar. Baxaq birinci. Birincidə, görə Krasenkover baş verə bilərdi, verə bilməzdi. Burada Krasenkoverin baş verməyinə ehtiyac yox idi. Çünki Krasenkover sizdə CD və AB qametləri əmələ gələ bilir. Krasenkover sizdə əmələ gələ bilir. Deməli, bunu söyləmək olmaz. Biri çıxırıq. İkinciyə baxaq. AB, CD. AB, böyük A və kiçik B genləri, böyük A və kiçik B genləri. Krasenkoverlə əmələ gələ bilərdi. Yəni, başqa cür bu əmələ gələ bilməyəcəkdir. Hökman burada Krasenkover baş verir. Deməli, ikincini götürürük. Birincini isə götürmürdük. 3-ə baxaq. Yenə də böyük A və kiçik B var. Burada da Krasenkover baş verir. 4-də nədir? Kiçik A, B və kiçik C-dir. Yəni, Krasenkover sizdə bunlar əmələ gələ bilərlər. Ona görə də bunları götürmürük. Və sadəcə 2 ilə 3-ü götürdüyümüzə görə cavab C bəndi olacaq. Baxaq növbəti suala. 20-ci sualda deyir ki, aşağıdakı canlılardan neçəsinin aid olduğu sinfin nümayəndələri Lamarck tərəfindən təklif olunan təsnivat sisteminin 5-ci pilləsində yer alıb. Təsnivat sisteminin 5-ci pilləsində balıqlar və sürünənlər yer almışdır. Yəni, biz burada balıqlar və sürünənləri götürəcəyik. Deməli, balıq, sürünənlərin nümayəndələri ümumiyyətlə Stoqurdaşiyanlar təsnivat sistemində verilməmişdir. Quşlar və məməlilər isə 6-cı pillədən təşkil edirdi. Ona görə də biz burada sayın deyil bizə və 3-ünü götürəcəyik. 3-də C bəndində verilmiş cavabdır. Sonra 21-ciyə baxaq. 21-də deyir ki, cədvələ əsasən X plus Y ifadəsinin qiymətini tapın. Bölünməyə sərf olunan zaman, bakteriyalara aid olan misalda bölünməyə sərf olunan zaman da 2 saat, yəni 120 dəqiqədir. Elə buradan, əgər maksimum bakteriya sayın verirsə, bizə deməli, maksimum sürətlə biz bölünməyə baxacaq. Yəni, az zaman, 20 dəqiqədən bir bölünmə gedib. Və bu zaman kiçik n-in qiymətini 120-ni 20-yə bölməklə tapıram. Kiçik n-in qiyməti 6-dır. Yəni, 6 dəfə bölünmə baş verir. Bölünmələrin sayı kiçik n 6-ya bərabərdir. Bölünməyə məruz qalan bakteriyaların sayısı n-yə çıxma n0 bərabərdir 252 edib. Soruşur bizdən başlanğıc bakteriya və 3-cü bölünməyə məruz qalan bakteriyaların cəmi neçə olar? Baxaq. Demək, əvvəlcə burada n-nin qiymətini tapaq. n-yə bərabərdir n0 vurulsun 200 n. Bilirik ki, 200 n-nin qiymətini yerinə qoyanda 206, 206-nın da qiyməti 64-ə bərabərdir. Yəni, sonda ifadə 64 n0 alınacaq. n-yə çıxma n0-dan, yəni bu bölünməyə məruz qalan bakteriyaların sayında da gətirib qiymətləri yerinə qoysam 64 n0 çıxma n0 bərabərdir 63 n0 olacaq. Və bölünməyə məruz olan bakteriyaların sayı da 252-dir. Sonda da 252 alınacaq. Yəni, n0-ın qiyməti başlanğıc bakteriyanın sayı bundan tapırıq ki, 4-ə bərabərdir. Bizə də deyir ki, başlanğıc bakteriya sayı x neçədir? X-in qiyməti deməli 4-ə bərabərdir. 3-cü bölünməyə məruz qalan bakteriya sayı neçədir? Demək, 6 dəfə bölünmə gedib. Başlanğıc bakteriya sayı 4-dür. 4 2 yerə bölünür 8, bu 2 yerə bölünür 16, bu isə növbəti 2 yerə bölünür 32 fərq yaranır. 3-cü bölünməyə məruz qalan bakteriyanın sayı deməli 16-ya bərabərdir. Y-in də qiyməti 16-dır. İndi bunların cəmin istəyir. X plus Y, yəni 16-nın üstünə 4 gələndə 20 eləyir. 20 də A bəndində verilmişdir.
Bədən temperaturu ətraf mühit temperaturundan asılı deyil. Yəni qrafik bunu göstərir. Görək şərtdə nə deyir? Oynaq hallar yarım tipinə aid bir canlının bədən temperaturunun ətraf mühit temperaturundan asılılığı verilmişdir. Bu canlının aid olduğu sinifin ilk nümayəndələri ən tez hansı geoloji dövrdə meydana çıxa bilərdir? Demək biz bilirik ki, sürünən üzr istəyirəm, quşlarda və məməlilərdə bədən temperaturu ətraf mühit temperaturundan asılı olmayaraq sabitdir. Demək quşlar cavan sinifdir, məməlilər isə onlardan əvvəl Triasda yaranmışdı. Yəni Triasda demək bu demək istiqanlılığın yaranması, bədən temperaturunun ətraf mühit temperaturundan asılı olmaması demək cədvəldə geoloji dövrlər haqqında olan geoxronoloji cədvəldə əks olunmuşdur. Biz bilirik ki, yəni burada cavabı uyğun cavabdır. E-ni götürəcəyik. 23-də periferik sinir sisteminin əmələ gəlməsində rol oynayır. Demək, sinir sistemi iki yerə bölünürdü. Mərkəzi və periferik şöbələrə. Mərkəzi sinir sisteminə və periferik sinir sisteminə aid olan şöbələri bir dənə tez yazaq buradan. Görək hansı hissələrdir. Demək, hissi neyronun dendriti, cismi, aksonu yazırıq. Demək, dendrit və cisim periferiyə aiddir. Aksonun da yenə də bir hissəsi periferiyə, bir hissəsi mərkəzə aiddir. Sonra ara neyronun. Ona görə aksonu da götürəcəyik burada. Çünki aksonun bir hissəsini aid edirik. Sonra növbəti. Aksonu götürdük, deməli. Ara neyron. Ara neyron bütövlükdə mərkəzdədir. Yəni, bu periferiyə aidiyyatı yoxdur. Sonra növbəti hərəki neyron. Hərəkinin də dendriti, cismi, aksonu var. Onun da dendrit və cismi mərkəzdədir. Aksonun isə bir qismi mərkəzdədir, bir qismi isə mərkəz sistemindən kənardadır. Yəni periferiyadadır. O zaman biz nəyə götürəcəyik? Hissi neyronun dendriti, hissi neyronun cismi, hissi neyronun aksonu və hərəki neyronun aksonu. Baxaq cavablar hissəsinə görək bunlar hansı cavablarda verilib. Hissi neyronun aksonunun biri götürürük demək. Hərəki neyronun cismini götürmürük, ara neyronu ümumiyyətlə götürmürük, ara neyronun hər hansı bir hissəsini, hərəki neyronun dendritini götürmürük, hissi neyronun cismini götürürük, demək 6, hərəki neyronun aksonunu götürürük, 7-də də hissi neyronun dendriti verilib götürürük. O zaman 1, 5, 6, 7, yəni A bəndi uyğun cavabdır. 24-də insan skeleti haqqında verilən fikirlərdən hansılar doğrudur? Demək, insanın kəllə skeletində hər üç növ sümük birləşməsi mövcuddur. Deməli, insanın kəllə skeletində alt çənə yeganə hərəkətli sümükdür, yəni oynaq əmələ gətirir, hərəkətli birləşir. Digər sümüklər isə hərəkətsizdir. Yəni, üç növ deyərkən burada yarım hərəkətli birləşmə yoxdur burada. Ona görə doğru deyil, bunu götürmürük. 2-də insanın gövdə skeleti ikiz sümük ili olan sümüklə birləşmə əmələ gətirir. Gövdə skeleti demək birləşir hansı sümüklərə? Kəlliyə birləşir. Ənsə sümüyü ikicür sümüklüyünə malik deyil, birləşir körpücük sümüyünə malik deyil, birləşir çanaq sümüyünə malik deyil. Yəni biz burada ikicür sümük iliyi olar deyərkən ətrafların sümüklərin, uzun borlu sümükləri götürməliyik. Birbaşa da birləşmə əmələ gətirmir. Ona görə 2-ni götürmürük. 3-də deyir ki, yuxarı ətraf skeleti qarışıq sümüklə birləşmə əmələ gətirir. Yuxarı ətraf skeleti birləşir, demək, bazo sümüyünə və birləşir yox, yuxarı ətrafın qurşağı demir. Ümumiyyətlə, yuxarı ətraf skeletidir. Yuxarı ətraf skeleti deyirsə, sadəcə burada biz döş sümüyünü götürəcəyik. Döş sümüyü də qarışıq sümük deyil. Ona görə yanlışdır. 4-dən, yuxarı ətraf skeletində quruluşca bütün növ sümüklərə rast gəlinir. Yuxarı ətraf skeletində quruluşca bütün növ sümüklərə rast gəlinir. Baxaq, demək, qurşaq hissəsində yassı sümüklər var, çörək körpücük. Uzun və qısa borlu sümüklər var. Uzun borlu sümüklər, məsələn, bazosaid sümüklərini deyirik və qısa borlu sümüklər də əl darağı arxası sümükləridir. Və burada bir də qarışıq sümüklər də var. Qarışıq sümüklər, demək, məsələn, əl darağı arxası sümükləridir. Ona görə də üçünü də burada qeyd edəcəyik. Yəni, üçü də var. 4-ü götürürük. Görək, 5-də nə deyir? Gövdə skeletini bir sümüklə birləşmə əmələ gətirən sümüklər yastı və qarışıq sümüklərdir. Bir sümüklə birləşmə əmələ gətirən sümüklər qabırğalardır. Qabırğalar, bəli, yastı sümüklərdir. Bir də büzdümün sonuncu fəqərəsidir. Büzdümün sonuncu fəqərəsi də o da qarışıq sümükdür. Yəni 5-ci də doğrudur. Burada 4 ilə 5 doğru oldu. Yəni cavab C bəndi olacaq. Növbəti.
Suala baxaq. Buğda toxumu düzələrkən endospermdə olan ehtiyat qida maddəsi rüşeymə nə vasitəsilə daxil olur? Yəni burada ləpələr vasitəsilə daxil olur. Ləpələr doğru cavabdır. 26-da yetkin qadında müəyyən müddətdə sarı cisimlərin ümumi fəaliyyəti 70 həftə olubsa, ovulyasiyaların sayını hesablayın. Hamiləlik olmayıb, aybaşı sikli 28 gündür. Bir deməli siklda 2 həftə sarı cisim fazası olur. 2 həftə. İndi əgər deməli sarı cisim fazası 70 həftə olubsa, görək ümumiyyətlə neçə dənə sikl baş verib? 35 dənə aybaşı sikli baş verib. Hər siklda da bir dənə, yəni biz dəstəyimizdə belə keçirik də, hər siklda bir dənə ovulyasiya baş verə bilir. O zaman ovulyasiyaların sayı elə 35-ə bərabər olacaq. Yəni cavab A bəndində verilən cavab olacaq. 27-də şəkildə verilən canlı haqqında doğru ifadələri seçin. Qığırdaqlı balıqlara aiddir. Xeyr, bu deməli pəncəcikli balıqlara aiddir, sümüklü balıqdır, yanlışdır. İkidə deyir ki, nəsli kəsilmiş canlıdır. Nəsli kəsilmiş olduğu güman olunurdu, amma sonralar demək ki, bu Hind okeanında tapılmışdı və demək ki, yenidən 2000-ci illərdə yenidən bunu mən məlumat oxumuşdum bununla bağlı ki, Yapon alimlər səbəbimizə 2009-cu ildə bunu yenidən görüblər. Yəni ona görə nəsli kəsilmiş canlı deyil bu. 3-də deyir ki, bir qan dövranına malikdir. Balıqlarda ümumiyyətlə qan dövranı bildir. 4 cüt qəlsəmə yarğına malikdir. Qəlsəmə yarğıları 4 cüt deyil. Yəni ümumiyyətlə bunlarda yarğılara malik qəlsəmə deyil. Ona görə doğru deyil bu. Yalnız 3 doğru olacaq. Yəni E bəndi burada uyğun cavabdır. Sonra baxaq. Hansı bitkinin aid olduğu müxtəliflik mənşə mərkəzi şimal və cənub yarımkürəsində yerləşir? Aha. Demək, şimal və cənub yarımkürəsində yerləşir. O demək ki, ekvatorun altında həm də üstündə yerləşir. Yəni hər iki tərəfində, həm şimal, həm də cənub tərəfində yerləşir. Bax, indi bununla bağlı burada bir şəkil olmalıdır. Demək, bu xətt ekvator xəttidir. Ekvator xəttidir. Ekvatorun həm belə deyim, üstündə, yəni həm altında, həm şimal, həm cənub tərəfinə yaxın yerləşən iki mərkəz var. Cənubi Amerikada, bir də Cənubi Asiya tropik mərkəzdə. Yəni biz elə bir bitki seçməliyik ki, o bu iki mərkəzdə olsun. Qayıdaq sualımıza indi. Burada nə deyir? Qarğıdalı və banan bitkiləri verib. Qarğıdalı və banan bitkiləri. Bunlar demək, biri Mərkəzi Amerikadır, qarğıdalı, banan isə Həbəşistan mərkəzdə. Yəni, bu bizim axtardığımız cavab deyil. Çıxdı bu cavab. B-də düyü. Düyü Cənubi Asiya tropiki mərkəzdə. Ananas isə Cənubi Amerika mərkəzdə. Elə bizə lazım olan cavab budur. C-də xiyar verib. Xiyar Cənubi Asiya tropiki mərkəzdə, qəhvə Həbəşistan mərkəzdə uyğun deyil. D-də gavalı verib. Şərqi Asiya mərkəzdə, yemiş Cənub-Qərbi Asiya mərkəzdə uyğun deyil. E-də çin ağacı verib. Çin ağacı Cənubi Amerikada, amma balqabaq Mərkəzi Amerikada. Yəni ona görə bu uyğun cavab deyil E-də. Sadəcə B cavabı uyğun cavab oldu. 29. Geoxronoloji cədvələ əsasın hansı daha əvvəl meydana çıxmışdır? Baxaq. Demək, birinci deyir ki, iyniyarpaqlı bitkilərin yaranması. İyniyarpaqlılar yaranmışdı nə zaman? Demək, iyniyarpaqlı bitkilər yaranmışdı daş kömürdə. Milçək sisteminin yaranması Devonda. Baş beyin qabığının yaranması. Baş beyin qabığı Triasda yaranmışdı. Onurğanın yaranması Ordovikdə. Əlavə yan köklərin yaranması Siloda. Demək, içərilərində hansı ən əvvəl oldu? Ən əvvəl meydana çıxan Ordovikdə deməli onurğanın meydana çıxması idi. Yəni burada cavab 29-da D olacaq. Sonra 30'a baxaq. Səhv fikri göstərin. Atomların birinci növ miqrasiyasında iştirak edən canlı. Atomların birinci növ miqrasiyasını bir hüceyrələr həyata keçirir. Baxaq cavabların içərisində. Xemosintezçi ola bilər, ola bilər. Fotosintezçi ola bilər, ola bilər. Xloroplasta malik ola bilər. Xloroplast ümumiyyətlə bir hüceyrələrdə yox, ali bitkilərdədir. Yəni bir hüceyrələrdə düzdür, xlorofil pigmenti var, amma o xloroplastda yerləşmir. Ona görə bu fikir səhvdir. Parazit ola bilər, göbələk də ola bilər.
İnsanın gövdə əzələlərinə aiddir. Gövdə əzələlərinə burada aid olanları seçsək, deməli, arxanın açıcı əzələsi, böyük döş əzələsi və qarın əzələsini götürəcək. Yəni 1, 3 və 4-ü götürəcək. Qalanları ətraflarda olan əzələlərdir. 1, 3, 4 cavabı da E-də verilmişdir. Sonra 32-ci suala baxaq. Hansı xəstəliyin əmələ gəlməsində yalnız virus və bakteriyalar iştirak edir? Yalnız virus və bakteriyalar. Aha. Meningit, faringit, angina, skarlatina, spirxorası. Demək, burada faringitdir cavab. Faringit deməli ki, virus və bakteriyalar tərəfindən törənmiş xəstəlikdir. Meningitdə də deməli var virus və bakteriyalar tərəfindən xəstəliyin törədilməsi. Lakin meningitin törənməsində həm də ibtidailə iştirak edir. Ona görə meningit cavabını götürmürük. Digərlərində deməli həmçinin deməli yəni uyğun cavablar deyil ümumiyyətlə. B cavabı orada ən uyğun cavabdır. Biz virus və bakteriyalar tərəfindən törənən xəstəlikləri götürürük. 33-də. Verilmiş qida zəncirində yer alan canlılar haqqında doğru fikri seçin. İşıq deməli düşür elin üzərində. El sonra qida maddələri ötürülür. Deməli el nədir? El protsentdir. Yəni fotosintez edən canlıdır. Elindən en qidalanır. En nədir? Ot yeyən heyvandır. Yəni bitkilərlə qidalanır bir söz. M nədir? M olar məsəl üçün ikinci dərəcəli konsumet. K da olar, K da elə ötürür. O zaman K nədir? Redüsentdir. Deməli, verib ki, el canlısı redüsentdir. El canlısı redüsent deyil, yanlışdır fikir. M canlısı ikinci dərəcəli konsumet ola bilər. Bəli, ikinci dərəcəli konsumetdir. Bu doğrudur. Digərlərində baxaq. N canlısı dovşan ola bilməz, ola bilər. K canlısı bir hüceyrəli canlı ola bilməz. Olar, bir hüceyrələr, redüsent, yəni orqanizmlər olar. M canlısı istehsalçıdır. Xeyr, ola bilməz. Çünki istehsalçı prosent olar. Konsumet olmaz. Ona görə bu da yanlışdır. B cavabı burada uyğun cavabdır ona görə. 34-də. Ağac dənənə bənzər demək bir əbiddən verilib. Nə deyir bunlar haqqında? Deyir ki, demək ki, yer bir əbidlərinə aiddir. Xeyr, yer bir əbidlərinə aid deyil, silvilərə də aid deyil. Yəni A da, B də çıxdı. Ağac bir əbidlərinə aiddir. Bəli, ağac bir əbidlərinə aiddir. Parçalayıcı dimliyə malikdir, ovan dimlikdir. Toxumlar sınırı xeyr, o ümumiyyətlə həşəratlarla qidalanır. Bitkilərin quraqlığa uyğunlaşması əlamətlərindən deyil. Quraqlığa uyğunlaşma əlamətləri. Yarpaqların dikana çevrilməsi, ümumiyyətlə yarpağın dikana çevrilməsi, iynəyə çevrilməsi, bunlar yarpağın səthini azaltmaq üçün də buxarlanmanı azaldır. Kök sisteminin dərinə getməsi, yayda tropik ərazilərdə yarpaqların xəzan eləməsi, yəni və s. əlamətlər sadalamaq olar. Burada yarpağın dikana çevrilməsidir, gövdədə suyun toplanmasıdır, köklərin dərinə getməsidir. Hamısı uyğun əlamətlərdir. Hüceyrələrdə şəkərin qatlığının artması isə bu qışa uyğunlaşma əlamətidir. Yəni donmanın qabağını almaq üçündür. Ona görə burada cavab deyildir. Yarpaq üzərində mum təbəqəsi bu da həmçinin quraqlığa uyğunlaşma əlamətidir. 36-da. Dərin epidermis qatında ola bilər canlı hüceyrələr. Bəli, epidermisin alt qatı canlı hüceyrələrdən ibarət olar. Ölü hüceyrələr üst qatı olar. Qan damarları. Epidermisdə qan damarları olmur, yanlışdır. Tərvəzlərin axacaqları olur. Tərvəzlərə dermada yerləşir, amma axacaqları epidermisdə olur. Piy vəzləri, bu da dermada yerləşir. Üzr istəyirəm, bu yanlış olmayacaq. O zaman 1, 2 və 4-ü götürürük. 1, 2, 4 A bəndində verilmişdir. 37-də. Demək, yuxu sikllərinin sayı, yuxu fazalarının sayı və yuxuya sərf olunan minimum zaman. Yuxu sikllərinin sayını verməyib, fazalarının sayını verib. Əgər 8 fazadırsa, deməli 4 sikldir. Çünki hər sikl ləng və tez olmalı 2 fazadan ibarətdir. Demək, yazaq burada ləng, tez, bu yanlarında yazaq ləng, tez, 8 dənə sikl, 8 dənə faza yazdım daha doğrusu, 4 sikl, 8 faza. Minimum zaman hesabından götürür. Bilirik ki, deməli, ləng yuxu fazaları 1,5 saat çəkir. Minimum dediyinə görə 1 saatdan götürək bunları. Nə qədər illədir? 4 saat. Digərlərini minimumdan götürək. Deməli, tez yuxu fazaları 10-15 dəqiqədə, 10 dəqiqədən götürək. Amma sonuncu, demək, səhərə yaxın olur nə qədər? 20-30 dəqiqə. Bunu da 20 dəqiqədən götürək minimum dediyinə görə. Deməli, nə qədər oldu? 4 saat 50 dəqiqə. 4 saat 50 dəqiqədə verilib hansı cavabdan? C cavabında. 38-ə baxaq.
38-də Sechenova görə baş beyin reflekslərinin hansı mərhələsi aşağıda göstərilən refleks göstərinin 3-cü mərhələsinə uyğundur? Aha, burada demək Sechenov ümumiyyətlə baş beyində gedən demək refleksləri 3 hissəyə bölmüşdür, 3 mərhələyə bölmüşdür daha doğrusu. Birinci deməli nə idi? Duyğu orqanında əmələ gələn oyanma idi. İkinci, deməli birinci duyğu orqanıdır. İkinci nədir? İkinci demək ki, mərkəzdir. Beyində orada araşdırma gedir. Üçüncü də insanın davranışıdır. Bu da işçi orqanda gedir. Demək, hansı mərhələsi aşağıda göstərilən refleks göstərinin 3-cü refleks göstərinin 3-cü mərhələsi mərkəzdir bura. Və mərkəz Pavlovun müəyyən etdiyi analizatorun ikinci hissəsinə aiddir. Yəni ikinci cavabı burada uyğun cavabdır. Yəni C bəndi. Müasir bitkilərdə aşağıdakı dəyişikliklərdən hansı quraqlıq şəraitində yaşamağı təmin etməz? Aha, quraqlıqda yaşamanı təmin etməz. Biraz əvvəl buna oxşar bir dənə də sual var idi. Deməli, yarpaq sahəsinin genişlənməsi. Yarpaq sahəsi nə qədər geniş olsa, bir o qədər çox su buxarlanacaq və quraqlıq şəraitdə yaşamanı təmin edən əlamət deyil bu. Ona görə C bəndi uyğun cavabdır. Baxaq 40-cı suala, sonuncu sualdır bu. Doğru mülahizəni istəyir bizdən. Nüvə A hüceyrəsi, B hüceyrəsi verilib. A-da nüvə yoxdur, B-də nüvə var. Deməli, A nədir? A prokaryotdur. B isə ekaryotdur. Xlorofili var, prokaryotdur, xlorofili var. Bu fotosintez edən prokaryotlardan ola bilər. Hansısa biri ya qırmızı bakteriya, yaşıl bakteriya, ya göy yaşıl yosun. Ekaryotda da yoxdur xlorofil pigmenti. Deməli, bu bitki deyil. Heyvan da deyil. Çünki heyvanların da xlorofilə malik olan nümayəndələri var. Deməli, bu nədir? Bu göbələkdir. B göbələkdir. Sonra hüceyri divarı. Deməli, bu prokaryotlarda hüceyri divarı var. Göbələklərdə də hüceyri divarı var. Sonra baxaq cavablara. A-da deyir ki, çoxhüceyrəli heyvan hüceyrəsi ola bilər. B. Ola bilməz. Yanlışdır. A hüceyrəsi fotosintez edən ekaryotdur. Ekaryot yox, prokaryotdur. Yanlışdır. C. Simbiyoz yaşayan bir canlının hüceyrəsi ola bilər. Bəli, göbələklər simbiyoz yaşayırlar. Bu da simbiyoz yaşayan canlının hüceyrəsi ola bilər. Doğru cavabdır bu. D-də deyir ki, A hüceyrəsi bitki hüceyrəsi ola bilər. Xeyr. E-də deyir ki, A və B hüceyrələri ayrı-ayrı aləmə aid orqanizmlərin hüceyrəsi ola bilər. Bəli. Bir dəqiqə. Ola bilməz deyir. Aha, ola bilməz. Demək ki, nə deyir? A və B hüceyrələri ayrı-ayrı aləmə aiddir. Biri bakteriyalar aləminə aiddir, biri isə göbələklər aləminə aiddir. Ona görə bu da yanlışdır. C deməli uyğun cavab oldu burada. Və 3-cü sınaqda bu qədər. Burada yekunlaşdı suallar. İnşallah ki, demək, sizin üçün anlaşıqlı izahlar olar, faydalanarsınız. Əgər videonu xoşunuza gəlsə bəyənməyi unutmayın. Abunə olsanız kanalın genişlənməsinə dəstək ola bilərsiniz. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun.